Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Grossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır. Panjomi TV xəbər verir ki, o, bu barədə Le Monde qəzetinə müsahibəsində bildirib. İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər material olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır, Grossi qeyd edib. Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə son 4 ildə İran bu sahədə inkişaf edir. ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri şərh edən Grossi vurğulayıb ki, yalnız AIBA-nın təmin edə biləcəyi müstəqil yoxlama və monitorinq sistemi olmadan istənilən razılaşma faydasız olacaq. Biz Əraqçı, İran haiyən başçısı Abbas və Uitkov, Amerika Birləşmiş Ştatlarının prezidentinin xüsusi nümayəndəsi Steven arasında ikitərəfli dialoqda iştirak etmirik, lakin bu məsələyə laqeyd yanaşmırıq. Onlar yaxşı başa düşürlər ki, mümkün razılaşma haqqında öz fikirlərimizi bildirməli olacağıq, çünki onun yoxlanılması məhz bizdən asılı olacaq. Buna görə də biz artıq onlarla qeyri-rəsmi fikir mübadiləsi aparmışıq.